Hörmətli izləyicilər, bugün sizə xüsusilə ədəbi bəyannamələrin hazırlanmasında yük gömrük bəyannamələri üzrə məlumatların qısa və tez bir şəkildə hardan götürməli olduğumuz haqqında bir qısa məlumat verəcəm. Bu məlumatda əsasən ilk növbədə YKAST-ım, yəni xüsusi olaraq Gömrük Komitəsinin saytına daxil oluruq. Yəni saytı da link vasitəsilə yerləşdirəcəm və burada təbii ki, hər hansı bir hüquqi şəxs və ya fərdi sahibkarın adından daxil oluruq və sırf bu idxal edən sahibkarlara aiddir, idxalla məşğul olanlara. Təbii ki, idxalla məşğul olmayan sahibkarlar da bu məlumatları tapıb ədəbi bəyannaməsində göstərə bilməyəcəksiniz. Həmin YKAST-ma daxil olan kimi, baxın, sol tərəfdə XIF iştirakçıları üçün XIF bölməsi var. XIF bölməsində XIF iştirakçıları üçün bölməsinə daxil oluruq və daha sonra ixrac əməliyyatları, ixrac əməliyyatlarına daxil oluruq. İxrac əməliyyatlarında baxın belə bir bölmə açılır və biz daha sonra idxal etdiyim mallar haqqında hesabat və ya ixrac etdiyim mallar haqqında hesabat, hətta ödənişlər haqqında hesabat, indiyə kimi Gömrük Komitəsindən ödəmişik və digər hər bir şeyi çıxarda bilirik. Və belə bir şey qeyd edeyim ki, hər hansı bir hesabat seçdikdən sonra tarix aralığını seçib PDF və digər formatda, əsasən PDF və ya Excel formatı bizə lazım olur, çıxardıb istifadə edə bilirik. Bildiyiniz kimi, hal-hazırda ədəbi bəyannamələri sistemə avtomatik olaraq Excel vasitəsilə yüklənə bilir və siz bu gün burdan idxal məlumatlarını Excel vasitəsilə çıxardıb, məlumatları sadəcə kopyalayıb bəyannaməyə doldurmaqla işinizi asanlaşdıra bilərsiniz. Doğrudur, ədəbi bəyannaməsində artıq avtomatik şəkildə məlumatlar çıxır, amma həmin bəyannamənin əsas və ya ədəbi dəyərini siz formalaşdırırsınız, siz yazırsınız. Və buna görə də buradan daha tez bir şəkildə istifadə etmək olar. Bu üsul daha çox idxalı ay ərzində çox olan şirkətlərə aiddir ki, məsələn, elə şirkətlər var, 40 gömrük bəyannaməsi olur, 50 gömrük bəyannaməsi olur. Onları bir-bir əllə yazmaqdansa, hazır Excel vasitəsindən istifadə edib baxmaq olar. Və ya buradan ümumiyyətcə istifadə edərək indiyə kimi idxallarınız haqqında məlumatı götürüb, hər hansısa bir vergiyə, uyğunsuzluğa cavab şəkildə göndərə və hətta illik mənfəət vergi bəyannaməsi verilən zaman buradakı Excel vasitəsilə idxal etdiyiniz malların dəyərini, mayə dəyərini formalaşdıraraq vergiyə göndərə bilərsiniz. Yəni, sizə bu cəhətdən də məlumat vermiş olduq ki, bu cürə sizə əlverişli yaraya bilər. Bu günlük video bu qədər. İnşallah növbəti videolarımızda görüşənədək.